xəttin işləyən marşrutlarından biri olan 20 yanvar metro stansiyasının yaxınlığından Müşfiqabad qəsəbəsi istiqamətində fəaliyyət göstərən 114B nömrəli avtobus xəttindən istifadə edən sərnişinlər avtobusların texniki vəziyyətindən və xidmət səviyyəsindən narazıdırlar. Onların sözlərinə görə avtobusların köhnə olması və interval problemləri gündəlik həyatlarına ciddi təsir göstərir. Sərnişinlər deyir ki, xətt üzrə fəaliyyət göstərən nəqliyyat vasitələri artıq istismar müddətini başa vurmuş kimi görünür. Avtobusların salonunda oturacaqların yararsız vəziyyətdə olması, havalandırma sistemindəki nasazlıq və ümumi gigiyenik şəraitin zəifliyi narazılığı daha da artırır. Görürsünüz, hər şey müşahidə olunandır. Yəni kifayət qədər səliqəli avtobus deyil. Müştərinin ödədiyi qiymətə münasib xidmət göstərilməsindən danışmaq çətin məsələdir. İnterval şəxsən mənim üçün interval o qədər də münasib deyil. Yaxşı olar o intervalı bir qədər qısaltsınlar. İşə gecikirik, gecikmələr olur. Köhnə avtobusu da təzə avtobus olsa daha rahat olur da elə gəlir. Hava soyuq olanda isti olsun. Amma təzə əlbəttə köhnədən yaxşıdır. Məsələ ilə bağlı müvafiq daşıyıcı şirkətə müraciət ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki, sözügedən marşrut xəttinə aid olan avtobusların yaxın vaxtlarda yenilənməsi və daha iri tutumlu müasir avtobuslardan əvəzlənməsi planlaşdırılır. Bu avtobuslar hər gün qaraj şəraitində saxlanılır. Təlimata uyğun olaraq təmizlik və texniki qulluq işləri həyata keçirilir. Xətt üzrə hər bir avtobus gün ərzində 500 kilometrə yaxın məsafə qət edir. Bu da bəzən müəyyən texniki problemlərə səbəb olur. Belə olduğu halda dərhal texniki qruplarımız müdaxilə edir və lazım olduğu halda şirkətin balansında olan ehtiyat avtobuslar xəttə istismara cəlb olunur. Yerüstü Nəqliyyat Agentliyi tərəfindən isə vurğulandı ki, 114B nömrəli marşrutda 6 avtobus 14-16 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Günün pik saatlarında marşrutların hərəkət sistemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən daşıyıcıya marşrut xəttlərinin nizamlı səviyyədə təmin edilməsi, hərəkət cədvəlinə riayət olunması, avtobus sayının sərnişin tələbatına uyğun tənzimləməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Həmçinin daşıyıcıya avtobusların saz vəziyyətdə saxlanılması, avtobus parkının yenilənməsi ilə bağlı tədbirlərin görülməsi ilə bağlı xəbərdarlıq edilib. Daşıyıcı tərəfindən tədbir görülməyəcəyi təqdirdə marşrut xətti müsabiqəyə çıxarılacaq.